Herkese salam, ben Ayxan. Bugün sizlerle birlikte İlkin Xəlilin videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videoda da like atmağı unutmayın. Azərbaycan versiyası. Sometime no help, healthy to push to the chicken talk. Just a sus to 5 grand. Gamey chat to 5 grand. Aha. I was sitting, you Süper. push to the chicken. Tüm zaretkanı doldurdum. Qəşəng. Qəşəng. Oradan çay ver. Biznesin var, o zaman doğru kontentin olmalı. Ben peşakar çekiliş, kreatif ideya. Hedefimiz sadedir. Daha çok görünmek, daha çok satmak. Biznesin var, o zaman doğru... Bəs sizin biznesiniz var. Mujik, skoy əyləncə. Qəşəng. Qəşəng. Bu oyundan mən də həmişə oynamaq istəmişəm, sadəcə qismət olmayıb. İnşallah bir gün. Atanın arzuları gerçəkləşməmiş bir uşaq olduğunu başa düşərsən. Nə də o yenə gətirsin. Başa Köhnə düşək də. oyuncaqlarım. Hey. Ha buna bax. Meymun. Bütün gün əlimdə idi, bu yadındadır. Ay nə yadındadır? Sən tıqqılıydın masa onu alanda. Gecə onunla yatırdın. Ayda, gör nə tapdım. Maşın. Qəşəng. Azmi, həqiqi bu söhbətdə duyğusal olur. Keçirdim bundan. Bunu da bax sən almışdın mənə. Hulk. Qolum bir də qırılır. Mazgimi xarab eləmişdi bütün gün. Halkal. Əminə dedim maskadan onu aldı getdi. Sonra şey var idi, velosiped yadındadır ata. 16-lıq almışdın, təkərin biri də qırıldı. Basıb qırmışdın təkərini, oğra küçədə. Sənin velosipedin olub ata? Yox, mənim velosipedim olmayıb. Azmi. Yazma deyəndə yazan oğlan. Şükür, bundan xata yoxdur. Yazmayan oğlansa demək tema var. Vay. Evə kimi gəldi. Evdən çıxanda çətiri götürərsən özünə. Bugün yağacaq. Sinoptiksən sən, hardan bilirsən? Əksən götür də. Hər maşını yuduzduranda yağışın yağması. İlkin Beşsin haqqınızda bizim bir əməkdaş şikayət ilə də eşitmişəm. Hüseyin müəllim, kim şikayət edir? Fərqi yoxdur kim deyib. Etibarlı mənbələrdən aldığım məlumata görə siz hər gün işə gecikirsiniz. Hansı axmaq Etibarlı şikayət edir mənbə? Hüseyin müəllim? Mümkün deyil axı. 100% Mənim evim yoxdur, Hilaldır özüm da, burada etibarlı yaşayıram. Hər gün mənbə. səhər siz işə gələndə mən gəlib sizi qarşılayıram. Yaxşı, bəs bizim şirkətin unikal satış strategiyasını rəqib şirkətlərə ötürmək, bu haqda nə deyə bilərsiniz? Deyirəm insan nə qədər ağılsız olmalıdır ki, bu məlumatı sizə versin Hüseyin müəllim. Ölkədə bizdən başqa alkoqolsuz araq istehsal edən yoxdur. Hansı rəqibdən söhbət gedir? Yaxşı, hər şey qoyduğu qırağa. Bəs bizim şirkətin xanım əməkdaşlarına qarşı etdiyiniz əxlaqsız hərəkətlər? Ha? Hansı vicdansız sizə bu məlumatı verir? Özdə bizdə xanım əməkdaş var Hüseyin müəllim. Şirkətdə sizsiz, məndən bir də bu xəbərçidə başqa kim var ki? Şirkət Xəbərçi, nə şirkəti? Allah 12 kvadrat xəbər konteynerdə etibarlı qapını açırsan namə. turaslı. Mənbə, tamam elə. Sizə kim icazə verir mənim şirkətimə xəbərsiz şəkildə girirsiniz? Ailə şirkətə yolun qırağına qoyubsunuz it putkasını deyəsən şirkətim var. Özdə mən auditəm. Etibarlı mənbələrdən aldığımız məlumata görə burada pul yuyursunuz. Müəllim, hansı etibarlı mənbələrdən? Mənbə. Aha. وطنك اسحب الشريط المطاطي وتنفس Təyyarədə uçanlar bilir bu temanı. تذكر Orada da qayıt deyirsən, katlet çörək. İki xərlərə yaz. Toyuq şərəs qoyubdu ki, yatsam da toyuqlusunu ver də, ət olanı vermə. Yəni, təyyarədə uçanlar tutdu bu temanı. Ay gədə, gəl arxadan o nefti gətir, bu manqalı qalayım, kebab Neft. çəkəcəm. Neft? Bizdə neft var ata. Nə nefti? Hə, dana evin arxasında neft var. Nədir ki? Aha. 5 ulduz yandı. Amerika gəlir yüzdə. Super olur. Bütün səyahət boyu hər yerdə qarşına çıxan həmin o yad turist. Həqiqətən belədir. Biraz bəzi adamlar olur qarşılarsa bir şəhərə gedəndə ondan da təsadüfi bilmirsən eyni yerə gedirsən nədir?
Qarşılaşırsan eləsə. Artıq dostlar şeyə keçib. Eyni zevkləriniz var çünki. Dostlar, hamı yazır ki, burada Taylandda gecə həyatını çək, nə bilim, lady boyları çək. Mən demək istəyirəm ki, bu arada protein içirəm, 33 qramlıq proteindir və burada marketlərdə bizim bundan 2 manata da əla bir şeydir. Mən demək istəyirəm ki, burada bax bu gözəl təbiətə görə, bax bu gözəl atmosferə görə, gözəl yeməklərinə görə Əslində o. Neyse dostlar, bu videonun da sonuna geldi. Videomu beğendiyse like atıp aşağıdan kanalıma abone olmayı unutmayın. Ve bunu da unutmayın ki sevilirsiniz.